bizimledir o en güzel başlangıçtır. Valideyn mektebinde bir Hey ya dostlar, bugün sizlerle birlikte muhteşem bir vlog içindeyiz. Biz bugün Kristart ailemizde Kobustan'a gelmişiz. Aa dostlar, gelin görelim. Alaçık var burada. Bugün 18 April. Abidelerimizin mühafizesi günüdür. Salam Ayşe Hanım, neredesin? Sen de buradasın. Bəli. Bəli, bugün tarix abidələri mühafizəsi günüdür və biz də bu münasibətlə gəlmişik ən qədim insanların diyarı olan Qobustan'a. Qobustan qoruğuna gəldik. Bəli. Nə qədər turist var burada, hə? Bəli. Demək ki, bizim tariximiz çox qiymətlidir. Bu baxımdan da insanlar bizim tariximizi görməyə, Önəmsəyirlər, bəli, gəlirlər, çox dəyər önəmsəyirlər. verirlər. Bu baxımdan da Qobustan bir abidələr yurdudur. Çox gözəldir bura. yeni yeni uğurlar gözle biz geleceğiz. Kristart olarak yine her zaman sizinleyiz. Görsün vətən torpağı, ucalsın qoy bayrağı. Bizim keçilərə olsun ilham qaynağı. Görsün vətən torpağı, ucalsın qoy bayrağı. Bizim keçilərə Dostlar, bilinçli insanlar Qavaldaş'ta musiki faaliyetlerinde diğer insanlarla yanlık edildiler. Bakın teşkil olduğunda. Evet, burada Qobustan qayalarının təsvirini göstərən muzeydir. Hansı ki, burada çox eksponatlar saxlanılır. Muzeyin daxilində bütün bunlarla yaxından tanış olmaq olur və onların yaşadıkları, birlikdə yaşadıkları elmaların təsviridir. Akademiya, Kristart Akademiya, Kristart Akademiya. Uşaqlar, bu gördüyünüz divarlarda orijinal qayaçı təsvirlərdən nümunələrdir. Biz daha gedəndə həmin orijinal təsvirləri görəcəyik. Sadəcə olaraq burada nümunələr. Yəni muzeyə gələn, mən bilmirəm. Muzeyə gələn turistlər bunları orijinal olaraq görmək üçün daha düşünürlər. Burada yeni bir dünya. Ne yaxşı ki var oldun, ne yaxşı ki doğuldun. Kristart Akademiya, Kristart Akademiya, Kristart Akademiya, Kristart Akademiya. Mesela bakın bunların evleri, bunlar bu aletleri. Bura qaşıqlar, kiçik daşlar, böyük daşın dağlarını baxırlar. Yine yaxından baxacaqlar. Ondan sonra bunları gördüğünüz bu iskeleri, qaşıqları, ondan sonra bu çay daşıdır. Sonra mesela bakın bu güzelcə aile. Dostlar, bilirsiniz burada qədim insanların yaşayışları əziz qüdrətində. Çox maraqlıdır bura. Burada nə edirlər? Bakın, məsələn burada odun kəsirlər. Burada odun kəsmə yeridir. Burada isə insanlar heyvanlar necə ovladığını burada göstərirlər. Dostlar, bilirsiniz indi dağa tərəf gedirik. Amma baxın ora gedəcək. Amma bize orada dedilər ki, ayağımızın altına diqqətli baxın. Çünki orada hələ ilan ola bilər, kərtənkələ ola bilər. Onun üçün diqqətli olmaq lazımdır. Gəlin görək nələr baş verəcək. Mələk gəldik, indi Qobustan qayalarının olduğu yerə, bayaq muzey idi, hansı ki Qobustan qayaları vizual olaraq təsvir olunmuşdu orada. İndi isə əsl qayaların yanına gəldik. İnce donlum yer basmayıp yeriye, İnce donlum yer basmayıp yeriye. Başım baktı evin taktı sevgilim, Başım baktı evin taktı sevgilim. Evden çıkıp yürürende servi boy boy.
Qobustan Milli Tarix Bədii Qurumunun Böyükdaş dağı ərazisidir. Bura Anazağa mağarasıdır. Ən böyük mağaralardan biridir. Və qədim insanlar bu mağaradan məskunlaşmışdılar. Təbii ki, bu mağarada məskunlaşan mağaraların hissəsi bağlı olur. Qoşabadam sığmayan dar ağızlı Qoşabadam sığmayan dar ağızlı Qar üzündə qandanmış tək al yanaqlı Qar üzündə qandanmış tək al yanaqlı Evdən çıxıb yüyürəndə sərvi İnsanları bilir. Nə qədər xət varsa, o qədər də insan var. Burada isə dəxana yol verir. Burada isə oğlan və qız təsviridir. Mən aşağıda məlumat verdim ki, qadınlar başsız, qolsuz, ayaqsız təsvir olunur. Amma sinələri Hə, orada. Bu yeganə təsvirdir ki, qadının başına, hətta barmaqları da göstərilir. Burada isə öküz və qayıq təsviri var. Təsvir silinməyən eroziya olur. Mənim yanıma gəlin də. Bu gördüyünüz qaval daşıdır, musiqi aləti və qaval daşı vasitəsilə yalı rəqs izdir olur. maraqlıdır. Qaval daşıdır. Bu gördüyümüz qaval daşı. Qədimdə insanlar bu qaval daşını musiqi aləti kimi istifadə ediblər. İstədikləri musiqini qaval daşında Səsə ifa ediblər. Qandanmış tək al yanaqlı Qar üzündə qandanmış tək al yanaqlı Evdən çıxıb yüyürəndə sərvi boylu Badam yesə boylu görünən incə bellim Topuğunda sarmaşanda qara saçlı Topuğunda sarmaşanda qara saçlı Sevgilim, gözəlim, adaxılı Ayşe xanım, belə çərək düzəltmişsiniz. Yan tərəfdən Qoşabadam sığmayan dar ağızlı Qoşabadam sığmayan dar ağızlı Qaval daşı qədim insanların ilk musiqi aləti olubdur. Bəli. Burada onlar müxtəlif cür mahnılar ifa ediblər. Məsələn, və bu cür musiqilər ifa edilir, onlar qaval Yallı daşının ətrafında gedirlər. yallı gediblər, hansı ki, bayaq biz getdik. Bəli. Bizim qəbilədə belə gedirlər. Bəs sən kimsən? Mən ovçuyam. Ovçu? Bu ülkədən səni niyə çəkirsən? Dünən olmadığım və sizin əsmini bilməyənə yaşamaq. Olmadığımız heyvanları yerine çəkirlər. Dostlar, bu vlogumuzun da sonuna geldik. Ben bu vlogda o kadar eğlendim ve o kadar məlumatlar aldım ki, sizler Qobustana gelmenizi tavsiye ederim. Kanalıma abone olun, like atmayı unutmayın. Bildirimlerde açın ki yeni videolardan haberdar olasınız. Yeni videoda görüşelim. Bye bye.